Əhkam 15. Nəcasət 4. Murdar, meyit, ölü cəsəd. İnsanın murdarı, meyit, ölmüş insanın cəsədi istər müsəlman olsun, istərsə də kafir, dırnaq, tük və diş kimi ruhsuz hissələrindən başqa yerləri nəcisdir. Müsəlmanın murdarı, meyiti iki halda pakdır. 1. Mərəkə şəhidi olsa, döyüş meydanında şəhid olsun. 2. Qüslu verilmiş olsa. Qüsuldan məqsəd meyyitə verilən qüsuldur. Buna əsasən nə qədər ki meyitin 3-cü qüslu qurtarmayıb nəcisdir. Kitab əhli olmayan kafirlərin murdarının, meyyitinin bütün üzvləri nəcisdir.